Salam əziz müəllimlər, abituriyentlər və kanalımın izləyiciləri. Bildiyiniz kimi biz Koderanın yenilənmiş nəşrinin test izahlarına başlamışıq artıq kanalda paylaşmağa. Keçən dərs izahımızda 1.1-in izahını vermişəm. Sadəcə orada gözümdən yayına 2 sual olub. Ekranı aşağıya doğru sürüşdürəndə burada 46-47-ci suallar qalıb. 1.2-ci suallarına keçmədən öncə bu suallarla davam edək. Daha sonra 1.1-in izahlarını verəcəm. Deməli, biz başlayırıq. Burada 46-cı sualda deyir ki, verilmiş fikirlərə əsasən Cavidin yarışda neçənci yer tutduğunu müəyyən edək. 1, 2, 3, 4, 5, 6 nəfər var. 2, 3, 4, 5, 6. Və deyir, İmran sonuncu oldu. Deməli, İmran hardadır? Sonda. İmran. Yusif birinci olmadı. Deməli, Yusif birinci deyil. Amma Yusif Kənandan tez, Caviddən gec finişə çatıb. Biz indi bilmirik Yusif bunlardan hansındadır. Vali yarışda ikincini qabaqladı. Yarışda ikinci qabaqladı, özü gəldi ikinci oldu. Oldu Vali. Yəni, mən əgər ikinciyəmsə, məni qabaqlayıb. Kamran finişə Valihdən tez çatıb. Deməli, Kamran olub birinci. Kamran. Daha sonra burada nə qalır? Bir dənə qaldı Yusif Kənandan tez, Caviddən gec finişə çatdı. Onda Yusifi 4-cü yerdə yazsıq. Çünki burada boşluğumuz bir dənə buna uyğun qalır. Yusif. Kənandan tez, Caviddən gec. Deməli, Cavid öncə çatıb. Kənandan. Təbii ki, Kənandan tez çatır, 4-cüdürsə. Caviddən isə gec. Deməli, bizdən də Cavidi istəyirdi ki, Cavid yarışda neçənci yer tutur? Cavid yarışda 3-cü yer tutur. Nahar üçün restoranda əsas yeməklərdən 3 variant, əlavə yeməklərdən 4 variant, içkilərdən isə 2 variant təklif olunur. Əgər bütün halları istəyirsə, alınır 3 vurulsun, 4 vurulsun, 2 alır. Bu da eləyir 12. 12 nədir? 12 vur 2, 24. 12 vur 2 yazacağım, 24. Burada doğru cavabımız olur, təbii ki, D variantı 24. Buradan qalan suallarımız bunlar idi. Biz indi isə dərsimizə başlayırıq. 1.2-nin test nümunələrinin izahları ilə. Bildiyiniz kimi, Koderanın yenilənmiş nəşrində, köhnə nəşrə baxanda birinci bölmədə sadəcə olan suallar elə, yəni 1.1-də 50 sual, səhv eləmirəmsə, 1.2-də də 45 sual olmalıdır. Kompüter viruslarından qorunma səviyyəsinə aiddir. Birinci sualımız belədir. Bilirik ki, qorunmaq üçün səviyyəmiz, 3 dənə səviyyəmiz var idi və uyğunluğu başlayırıq. Əgər biz, öncə bir məlumat verək. Əgər virusun birinci səviyyəmiz nə olar? Yaxşı olar ki, virus heç kompüterə girməsin. Birinci oldu C. İkinci, əgər virus artıq giribsə, yəni belə deyək də, kompüterimizdə bir virus var, artıq düşüb, biz nə edə bilərik, nə çarə edə bilərik biz ona? O zaman virusun hücumların qarşısını ala bilərik. Yəni, minimum eləyə biləcəyimiz bu ola bilər. B olacaq 2-yə. Üçüncü səviyyəsi isə hücumlardan təsirləri minimuma endirmək. 1-ə C, 2-yə B, 3-ə A doğru variantımız olur, D variantı. Antivirus proqramlarıdır, Nortor antivirusdur. WhatsApp antivirusdur, Panda bu da antivirusdur, Opera browserdir, SkyDisk xidməti proqramdır. Doğru cavabımız olur 1, 4, 5. 1, 4, 5 Y variantı olmuş olur. Üçüncü, antivirus proqramlarıdır. Disk Defragmenter xidmətidir, deyil. Kaspersky, Avast, Doktor Web. 2, 3, 5. Bu da doğru cavabımız olur C variantı. Ümumiyyətlə, bu tiplərdə çox diqqətli olun. İstənilən sual tipi, antivirusların ən azı adlarını bilin, seçə bilin, hansılar antivirusda, hansı proqramlar xidmətidir. Yəni, bunlar bizə lazım olan məqamlardır. Deməli, növbəti test nümunəmiz informasiyanın kompleks mühafizə sisteminə nələr aiddir? Kompleks mühafizə sisteminə 4 əsas aid olunan hissə var idi. Baxaq variantlara. Birinci, təşkilati mühafizə. Təbii ki, aiddir. Bir saniyə qələm buradan itib. Birinci, təşkilati mühafizə aiddir. Proqram aparat aiddir. Mühəndis texnika aiddir. Qanunverici aiddir. Hamısı Y variantı hər biri aiddir.
Deyir bu qrup Troyalılar. Yəni Troyalı nə idi? Ə, Virusun növü. Virusdur. Elektron cəsusluqla, açar söz burada bu cəsusdur. Məşğul olur. Yoluxmuş kompüterlərdə istifadəçinin klaviaturadan daxil etdiyi informasiya ekranın şəkil, aktiv proqramların siyahısı, istifadəçinin həmin proqramlarla yerinə yetirdiyi əməlləri müəyyən fayla yazır və vaxtaşırı cinayətkara göndərir. Vaxtaşırı cinayətkara göndərir. Deməli, burada Troyan virusdur. Düzdürmü? Troyan virusların bir dənə xatırlayaq növləri. Uzaqdan idarə olunan utilitlər, cəsuslar, reklam virusları. Burada da cəsusluqla məşğul olur dediyinə görə açar məqamdır cəsus və cinayətkarlığa göndərir məsələsi. Burada da açar olmuş olur. Diqqətli olun bu tiplərdə. İndi bundan sonra da burada gələn suallar elə bu tip nümunələrdəndir. Deməli, hər bir test nümunəsində mütləq bir açar söz var. Yəni, bəzi hallarda biz onları bütöv yadda saxlamağa məcbur deyilik də. 5-ci sual idi, yenə gözümdən qaçmış olmasın. Bir dəqiqə, hə. Cəsus getdi 5-ci sual. İndi gedirik 6-cı sualın 6-cı sualına davam edək. Demək, 6-cı sualda deyir ki, hər hansı bir proqrama reklam kimi yerləşdirilir. Açar sözümüz nə oldu? Reklam. Hər hansı proqrama necə yerləşir? Reklam kimi yerləşdirilir. Troya cəsus proqramlarının funksiyasını yerinə yetirir. Burada cəsusu anlamayın. Reklam kimi yerləşir. Yerinə yetirdiyi bildirir, deməli, cəsus proqram funksiyasını yerinə yetirdiyini bilir. Reklam proqramları gizlincə kompüterlərin istifadəçi haqqında müxtəlif informasiyalar toplayır, sonra da cinayətkara göndərir. Ümumiyyətlə, reklam proqramları, bax, görürsünüz, reklam proqramları. Burada doğru cavabımız olur, reklam proqramları. Antivirus, deməli, virus, Troyan viruslarının bu növüdür. Bu qrupa aid olan proqramlar şəbəkədə olan kompüterə uzaqdan idarə edən utilitlər. Təbii ki, burada da doğru cavabımız uzaqdan idarə etmə utilitləri olmuş olacaq. Ardıcıllığı tamamlayın. Təbii ki, Norton antivirusdur, Dr. Web antivirusdur, Kaspersky antivirusdur, Panda antivirusdur. Bunlar isə, indi bu axtarış sistemidir. Yahoo axtarış sistemidir. Bunlar da xidməti proqramlardan sayılır. Bunlar da beləcə girdik. Davam edək. 9-cu test nümunəmiz antivirus növləridir. Yenə də burada diqqətli olun və diqqətlə dinləyin. Bəzi açar məqamlar deyəcəm, onları qeyd edin. Deməli, 9-cu sual tapşırığımız budur. Uyğunluğu deyir, tapın uyğunluqları. Buradan qeyd edəcəm. 1, 2, 3. Dedaktor. Biz demişdik ki, dedaktor üçün açar söz məlum. Doktorlar tapır və ilkin duruma qaytarır. Müfəttiş cari zamanla müqayisə edir. İndi mənim dediyim açar məqamlardan baxın məlum. Dedim nə olacaq? Məlum dedaktordur. Doktorlar aşkarlayır, əvvəlki duruma qaytarır. Düdük müfəttişin də vəzifəsi nədir? Cari zamanla müqayisə edir. O zaman olur 1-ə C, 2-yə A, 3-ə B. Doğru cavabımız 1C, 2A, 3B, A variantı olmuş olur. 15-ci sual nümunəsinə baxaq. Deməli, antivirus nədir? Antivirus nədir? Virusa qarşı olan proqramlardır. Virusdan qorunmaq üçün istifadə elədiyimiz proqramlardır antiviruslar. Burada da bir əməliyyat sistemi ilə birlikdə yüklənən proqram, xeyr, internetə lokal şəbəkəyə yayılan ziyan verici, xeyr, mane yaradan, xeyr, məhv edən, xeyr, baxın, kompüter viruslarının axtarışın, aşkarlayıb, məhv edən proqram. Tamamilə doğru. Doğru variantımız olur, Y variantı. 16. Virus nədir? Virusda da demişdik ki, ziyan verici proqramdır. Deməli, virus ziyan verici proqramdır. Baxırıq, standart proqram, xeyr, qarşısını alan proqram, xeyr, təmin edən proqram, ziyan verici, xüsusi kodlarla yaradılmış ziyan verici proqramlardır. Bunu da beləcə yadımızda saxlayaq. Davam edək burada 10-cu sualımızla. Bir saniyə. Onda nə deyir? Deyir, vaksinlər, immunizatorlar, yenə də açar qaydalar deyirəm. Əslində antiviruslar haqqında bu sualdan sonra 6 antivirusun hər bir haqqında ayrıca açarlar deyəcəm, qeyd edərsiniz. Vaksin immunizator. Biz demişdik ki, yoluxmuş kimi. Yoluxmuş vaksinin açar sözüdür. Deməli, biri olacaq C. Süzgəc, orada əməliyyat sistemi olmalıdır. Süzgəc 3 olacaq B. 2-də də doktor müfəttiş, həm müfəttişin, həm də doktorun, həkimin işini görürsə,
2-yə də olur A variantı. Deməli 1C, 2A, 3B, A variantı doğru cavab olur. Deməli bir dənə qayıdaq 6 antivirusumuzdan. 3-ü burada var. Deməli yerdə qalır redaktor, doktor, bir də müfəttiş. Bayaq bunlar haqqında danışdıq. Müfəttiş cari zamandan müqayisə edir. Doktor tapır, sağaldır. Redaktorda da açar söz oldu məlum. Bunu yadda saxlayırıq və rahat da tapırıq bu testləri. Buradan davam edək 17-ci sualdan. Kompüterlərin virusa yoluxmasını bildirən əlamət deyil. Hə, əlamət deyil. Əlamətləri xatırlayaq bir dənə. Sərt diskə tez-tez müraciət aiddir. Fail və qovluqların dəyişdirilməsi aiddir. Sistem blokun öz-özünə açılıb bağlanması bu aid deyil. Ümumiyyətlə fiziki olaraq orada virus ona heç nə eləyə bilmir. Məsələn, sərt diskin belə deyək də tez-tez müraciətdir və ya CD, DVD disk sürücülərin, disk oxudanların öz-özünə açılıb bağlanmaqdır. Bunlar aiddir. Proqram başında daşıyan kompüter yavaş işləməsi bu aiddir virusa yoluxmaya, amma sistem blokun öz-özünə açılıb bağlanması ora aid deyil. Davam edək. 11-ci sual nümunəmiz. Buradan da 18. Doğru mülahizəni müəyyən edin. Doğru olanı. Ən ziyanlı virus növlərindən biri dedaktordur. Dedaktor virus, ziyanlı virus idi, xeyr, antivirus idi. Biz doğrunu axtardıq. Viruslar kompüterin aparat təmini, xeyr, aparat qurğu olaraq heç nəyi məhv eləmir. Biometrik mühafizə vasitələri saxtalaşdırıla bilməz. Viruslar yalnız internet vasitəsilə, xeyr, yalnız internetlə deyil, qurğulardan da keçir. Virusların məhv edilməsi üçün antivirus proqramları lazımdır, bəli. Ziyanverici proqramların kompüterə daxil olması nəticəsində nə baş verməz? Nə baş verməz? Baxaq, xəbərsiz faylların yoxa çıxmağı olar, öz-özünə başladılma olar, brauzer ilişib qalmağı olar, kompüterdən gələn səs generasiyası olar, monitorun düşüb sınması təbii ki, olmaz. Bunlardan hansı təhlükəsizliyin pozulmasının mümkün nəticəsi deyil? Təhlükəsizliyin pozulmasını. Məxfi informasiya ələ keçirilməsi, bəli, təhlükəsizliyin pozulması nəticəsindədir. Yəni, ümumiyyətlə, sistemin dayanması, məhsuldarlığın azalması, əməliyyat sistemin yüklənə bilməməsi, maddi ziyan, bəli, hesabların ələ keçirilməsi sayəsində ola bilər. Sorğuya müsbət cavab vermək isə o artıq təhlükəsizliyin pozulmasının nəticəsində deyil. Bu şifrələmə metodunda həm şifrələmədə, həm də deşifrələmədə eyni açardan istifadə olunur. Açan açar, bağlayan açarlar eynidirsə, belə şifrələmə sisteminə deyirik formasına simmetrik şifrələmə forması. Davam edirik 13-20-ci suallarla. 13-20, bircə saniyə. 12-13 elə yaxşı oldu buradan. Aha. 13-də nədir? Kompüterə ziyanverici proqramların girməsini bildirən əlamətlərə aid olan. Deməli, əlamət monitorun ekranının sındırılması bu aiddir. Fail qovluqların yoxa çıxması aiddir. Sərt diskin fiziki xarab olması, xeyr. Ekrana nəzərdə tutulmayan məlumatların çıxması, bəli, bu da aiddir. Klaviatura düymələrinin sıradan çıxması bu ona aid deyil. Deməli, doğru cavabımız olur 2, 4, 13-də. C variantı. Antivirus proqramıdır. Təbii ki, Kaspersky antivirus proqramıdır. 20-də nədir? Hər bir abonent üçün 2 müxtəlif açar nəzərdə tutulub. Yəni, açan açar fərqli, bağlayan açar, yəni gizli açar isə fərqli olur. Bu da asimetrik şifrələmədir. Kriptografiya sözünün mənası təbii ki, 21-ci sualda olacaq D variantı gizli yazı deməkdir. Bu məlumat səlahiyyətli orqan, diqqətli olun, səlahiyyətli orqan tərəfindən imzalanmış elə bir məlumatdır ki, orada açıq açarın həqiqətən də imza sahibinə aid olması və deşifrələmə məqsədi ilə istifadə edilə bilməsi təsdiqlənir. Səlahiyyətli orqan tərəfindən verilirsə, bu rəqəmli sertifikatdır. Səlahiyyətli orqan sözün yadımızda saxlayırıq. Açar söz burada səlahiyyətli orqandır. Davam edək 23-cü test nümunələri ilə. Deməli, uyğunluğu müəyyən edin 23-də. 23-də biraz qəribəlik var. Yəni, bəlkə də indiyə qədər əl yetərlilik, tamlıq, məxfillik haqqında bu qədər, yəni, burada olmayan formada belə deyək də, belə 1-2 yazaq yenə. 3. Deməli, əl yetərlilik nədir? Əlin altındadır, əlin atanda belə deyək də istifadə edə bilir. İndi baxaq, informasiyanın icazəsiz girişlərdən
Məxfi saxlanma xassəsi adı üstündə. Əgər məxvilik varsa, açar söz məxvi. Deməli, 3 olacaq A variantı. İnformasiyanı əvvəlcədən müəyyən edilmiş şəkil və keyfiyyəti saxlama xassəsi bu tamlığa uyğun gəlir, tamlıqdır. Yol verilən vaxt ərzində tələb olunan informasiya resursunu, informasiya xidmətini əldə etmə imkanı, bu da olur təbii ki, əl yetərliyə. Əlimi atanda istifadə edə bilmə qaydamdır. Burada da olur Y variantı. Biometrik mühafizə sisteminə aiddir, paroldan istifadə aid deyil, üzə görə tanıma, antivirus xeyr, verilən mühafizə xeyr, barmaq izinə görə tanınma. Deməli, 2 və 5 doğru cavab olmuş olacaq 24-də. C variantı. 25 görünmür. Keçək bura 30-cu suala. 30-cu sualımızda nədir? Kitab sözü Sezar şifrələməsindən Y bərabərdir. X plus 5 kimi şifrələnib. Deyir ki, açıq mətn simvolu X-dir, gizli mətn Y-dir. Deməli, mənim kitab sözüm, baxın, kitab. Ç-nı şifrələdiyim mənim X-nandır. Amma yeni Ç-nın indiki şifrəsi, yəni gizli şifrə Y-dir. Əgər mən Ç-nı neçə şifrə sonra, 5 şifrə sonra şifrələmişəmsə, indi şifrəyə baxaq. Ç hərfindən 5 şifrə sonra. Burada bir məqam var. Əgər şifrə verilib, şifrələnibdirsə, əksinə baxacaq. Şifrəsidir desə, önə baxacaq. Plus qədər. Deməli, K-dan 5 simvol sonra. 1, 2, 3, 4, 5. O-la başlayacaq. O-la başlayan bir dənə də elə variantımız. Elə oradan da yola çıxa bilərik, amma baxaq. İ, 1, 2, 3, 4, 5. M. Son hərfinə də baxaq, ondan da bitək. 1, 2, 3, 4, 5, Ə. Doğru variantımız D variantıdır. Əlifbanın hərfi ardıcıllıqla 1-dən 8-ə də 8-lik say sisteminin rəqəmlərinə şifrələnib. Kitab ifadəsinin şifrəsini müəyyən edin. Bundan ötürü Ç hərfinin simvolum sayırıq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 8-likdə nəyə bərabərdir? Bir dəfə 8, 3. Deməli, Ç-nın əvəzinə, bax, Ç hərfinin şifrəsi olub 13. Ç-da 13 olan, bu deyil, bu deyil, bu deyil. Ya bu variantdır, ya bu variant. İndi buradan davam edək. Ç-dan sonra İ. Ç əgər 11 imişsə, Ç 11 idisə 19. Deməli, 9 da, baxaq görək, 8-i də bir dəfə, 1. İ-nin şifrəsi də oldu nə? 11. İ-nin şifrəsi 11 olan variant, baxın, budur. Doğru variantımız elə C variantıdır. Digərlərini də yoxlamağa dəyərmi? Gəlin B-yə baxaq. B nədir? 2-dir. 2-dən də yola çıxa bilərik. Ona görə də A 1-dir. Bəli, digərlərini də eləcə yoxlaya bilərsiniz. Vaxt gedir deyə. Yəni, qayda budur ki, onluqda yerinə baxırıq, onluqda. Həmin rəqəmi 8-yə çeviririk. Bu qədər rahatdır. Buna da baxaq. Deməli, test nümunəmizlə davam edək. Deməli, burada nə deyir? Deyir, əlifbanın hərfi ardıcıl 1-dən 16-ya qədər eyni sözdür, eyni formadır. Bu dəfə İ. İ dedik ki, bayaq saydıq əslində. K, deməli, bir yerində sayım gərək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 16-lıqda 9 var, düzdürmü? İ olacaq 9. 9-la başlayanlar hamısı 9-la başlayır, yox, C 9-la başlamır. Daha sonra N hərfinə baxırıq. İ 9-dursa 10, 11, 12, 13, 14. 14 nə idi? Y. Deməli, N olacaq E. 14, 16-da nədir? E. Deməli, bunların hamısı avtomatik çıxır. Elə doğru variantımız bu olur. Amma yenə də baxaq. O-ya baxaq. N-dan sonra gəlirsə 15-dir. Tamamilə bu da doğrudur. Deyir ki, K bərabər 5 mövqeyi üzrə bir də bu suallara qayıdım. Əgər desə 1-dən 16-ya qədər, 1-dən 8-liyə qədər, neynədik? Hərfin normal qaydada, onluqdan da belə sayırıq ki, yeri neçəncidir, neçənci yerdə, neçənci sıradadır. Həmin hərfi daha sonra durduğu yerdə, məsələn, aldıq 10, 10 8-likdə yoxdur. Deməli, onu çeviririk 8-liyə, elə. 33-cü sual K5-dir, mövqeyə əsasən şifrələnmişdir. İmtahan sözü, baxın, D şifrələnib. D şifrələnmə nədir? Əksidir. Burada əksinə olacaq. Deməli, 33-cü sualımıza baxaq. İ-nin 5 simvol önünə qayıdacaq əvvələ. 1, 2, 3, 4, 5. Deməli, bizim
Sözümüz başlayacaq C hərfi ilə. Bunlar deyil. C ya A'dır ya bu. Digər ikinci hərfdən avtomatik tapa biləcəyik. M hərfindən 5 simvol. 1, 2, 3, 4, 5. İ'dir, İ. İkinci hərfimiz İ'dir. Demək, doğru variantımız C'dir. Deşifrələnibdirsə, hərfin durduğu yerdən əksinə. Baxırıq, şifrələnibdirsə, yəni əksinə deyərkən sola tərəf. Mən neynədim? Baxın, İ'dən, İ hərfindən. Əks istiqamətə 5 deyə hərf saydım. Niyə? Çünki deşifrələnmə var. Deşifrə nədir? Şifrənin açılmasıdır. Burada da görünür 34-cü sual. Buna baxaq. Hər hansı bir proqramın qanunsuz üzünün çıxardılması bu piratçılıqdır. Bunu da yazmış olduq. 34. Buradan davam edərik. 25-i deməmişik deyəsən. 25 ilə davam edək. Və bir atsa çəkim aşağıya da bircə saniyə. 25-i məncə deməmişik. Həm də bu da düşsün bilik sözü. Buna da baxaq. Demək, burada nədir? İnformasiyanın biometrik sisteminə aiddir. Aid olanları seçirik bu dəfə. 1. Barmaq izi aiddir. Gözün ölçüsü aid deyil. 2 olmayan. 1, 2 olmayan. 1, 2 olmayan ilə 1 ilə başlayan. Yüzeylik işası, nitq özəlliyi, üzə görə tanınma. Bəli. Ovuc cizgilərinə görə tanınma A variantı. Bilik sözündəki hər bir hərf əlifbada özündən müəyyən mövqe məsafədə yerləşməklə şifrələnib. Deyir, bunlardan hansı, məsələn, bilik sözün şifrəsidir. Bu zaman isə biz həmişə ortaq hərflərdən də yola çıxa bilərik və yaxud da baxa bilərik. B-dən bir variant yoxlama. Burada artıq şifrə məqsədim neçə, nəyə bərabər olduğunu verməyib. Yəni, nə qədər hərf sonra şifrələndiyim verilməyib. B-dən D-yə qədər 1, 2, 3. 3 hərf. Tutalım, bizdə K3-dür. A variantını yoxlayıram. İ-ni baxıram. İ-dən 1, 2, 3. Q-dır. Deməli, düzdür bu da. L-ya baxıram. 1, 2, 3. O-dur, düzdür. Q-ya baxıram. 1, 2, 3. M-ya düşməlidir. Deməli, baxın, 26-cı sualda A variantını yoxladım, doğru deyil. Niyə? Burada M olmalıydı, amma N-dır. Əgər K3 idisə. Deməli, K3 deyil. İndi baxaq. B-dan E alınıb. 1, 2, 3, 4. 4 hərf şifrəliyib. 4 hərf şifrəliyibsə i-dən 1, 2, 3, 4 L alır. Yəni K bərabər 4 olanda hələ ki ödəyir. L-dır. Daha doğrusu L-dan sonra 1, 2, 3, 4 Ö-dür. Q-dan 4 hərf sonra 1, 2, 3, 4. B variantı doğru olur. Deməli, bizim desələr ki, şifrələməmiz nə qədər oldu? 4 hərf, hər hərf özündən 4 hərf sonradan şifrələnib və şifrəmiz də B variantı olmuş olur. Bu da beləcə. Bu da bu sualımızın izahı. Bircə saniyə. 34, 26, bütöv axıra qədər gedək. Buradan tərəf görünmür. Yəqin ki, biraz da çəkərik ekranı aşağıya. Bir termini ilə haqq sahəsində o qədər də kifayət qədər belə deyək də biliyə sahib olmayan, sındırma və digər haqq utilitlərindən istifadə edən adamları adlandırırlar. Yəni, bir nöqtələrin yerində nə olmalıdır? Təbii ki, çox da savadı olmayan və bu vara bu gedir. O qədər savadı olmayan, haqq utilitlərindən istifadə edən adamlar burada olacaq C variantı. Ssenari uşaqları. Elektron dünyada şəxsiyyətini müəyyənləşdirir nə? Elektron imza, rəqəmli imza şəxsiyyəti müəyyənləşdirir. Bir də orada başqa bir məqamda var, bir dənə o da toxuna. Elektron imza asimetrikdir. O da yaza bilər. Doğru mülahizələri müəyyən edin. 29-da. Kibercinayətkarlıq dedikdə internet yaxud kompüter şəbəkələrindən istifadə olunmaqla törədilən cinayətlərdir. Doğrudur. Proqramın müəllifi öz proqramını istənilən yolla çoxaltmaq, yaymaq, eləcə dəyişmək üçün müstəsna hüquqa malikdir. Doğrudur. Kriptoqrafiya termini gizli yazı mənasını verir. Tamamilə doğrudur. Sistemə daxil olmaq üçün login, identifikasiya, parol isə ad-identifikasiya. A-identifikasiya. Deməli, bu sözü biraz qəliz sözdür. İdentifikasiya ilə bitər demək olur. Bu da doğrudur. Deməli, bu nədir?
Login elə identifikasiyadır, şifrədir. Parol isə autentifikasiyadır, yəni şifrənin açılmağıdır. Burada da elə hamısı doğru variant olur. Burada nədir? Kompüter cinayətkarlığına aid deyil. Kompüter cinayətkarlığı nə idi? 35-ci sualımızda. Kompüterdə virusların çoxalıb yayılması aiddir. Çünki cinayət baş verir, yəni orada bir virus yaranır. Hansısa kompüter proqramının qanunsuz üzrü tamamilə doğrudur. Qanunsuz daxil olub məlumatların oğurlanması, aparat təminatının oğurlanması artıq kompüter cinayətkarlığı sayılmır. O adi cinayətkarlıqdır, belə deyək də. Canlı həyatdan proqram təminatının məhvi təbii ki, bu da kompüter cinayətkarlığına aiddir. Şifrələnmənin nə olduğu hər kəs tərəfindən məlum olarsa və hansı şifrələrin qoyulması naməlum olması hansı şifrələmədir? Deməli, şifrələmənin nə olduğu hər kəs tərəfindən məlum olsa da hansı şifrələnmənin, deməli, şifrələrin qoyulması naməlum olması hansı şifrələmə üsuludur? Əgər şifrə qoyulubsa, deşifrələmə də naməlumdursa, yəni şifrənin açılması, bu asimmetrikdir. Çünki gizli açar, açıq açar fərqlidir. Belə deyə bilərik. Bir saniyə. Biraz da ekranı çəkək aşağıya, sualları tam bitirək buradan. Burada elə bir dənə bu qalmış. Deməli, Eltat Sezar şifrələməsindən istifadə edərək info sözünü K2 açarı ilə şifrələyir. Əla. K2 ilə şifrələyir, sonra həmin sözü tərsinə dostuna yollayır. Dostu isə şifrələnmiş ifadəni K3 açarla yenidən şifrələyib alınmış ifadəni tapaq. Yaxşı, baxaq. Infonu əvvəlcə biz nə edəcəyik? İnfonu əvvəlcə biz iki K bərabərdə 2 açarı ilə şifrələyəcəyik. İ-dən sonra 2 hərf. K. Düzdürmü? 1, 2, K. N-dan 2 hərf sonra 1, 2, P. F-dan 2 hərf sonra F-ını tapsıq. 1, 2, H. O-dan 2 hərf sonra 1, 2, Q. Sonra deyir ki, bu sözü tərsinə, həmin sözün tərsini dostuna yollayır. Dostuna belə göndərir də. Q, H, P, Ç. Düzdürmü? Belə göndərir. Əksinə eləyib göndərir. Dostu isə şifrələnmiş ifadəni yenidən şifrələyir. İndi bu dəfə K3 ilə. Deməli, Q-nı 3 hərf sonra. 1, 2, 3. Deməli, olacaq T. T ilə başlayır söz. Deməli, bir deyə də yoxlayaq prosta. T. Sonra H-dan sonra 1, 2, 3. Ç. P-dan sonra 1, 2, 3. S. K-dan sonra 1, 2, 3. N. Belə bir söz alınıb. Bu da olur D variantı. Doğru variantımız. Bunlar biraz həm vaxt aparır, həm də diqqət istəyən suallardır, amma sadədir. Yəni, bu sualları işləmək olduqca sadədir. Gəldik, burada nə deyirdi? Bu sualda çəkdim, getdi yuxarı edir. Deməli, sualımız 38-ci sualda informasiya təhlükəsizliyinə mane yaradır nələr? Mane yaradır nələr? Baxaq. Bir saniyə qələmi aktivləşdirib. Krakerlər mane yaradır. Browser xeyir, hakkerdir. Axtarış sistemi ola bilməz. Bir də reklam proqramı. Viruslar və bu işlərlə məşğul olanlar. 1, 3, 4 D variantı. Bir Python sözündəki hər hərf özündən 4 mövqe sonra, deməli, yerləşən hərflə şifrələnib. Özündən 4 hərf sonra. Bir-bir bunu baxmalıyıq biz ki, hansıdır. Deməli, P, deməli, 4 hərf hamısında T-dır. Birinci hərfə baxmıram. İkinci hərfdən çıxırıq. Y-dan 4 hərf sonra. Y-ni tapsam. 1, 2, 3, 4. C olacaq. Deməli, T, C. T, C. Üçüncü hərf eynidir. Dördüncü hərf eynidir. Beşinci hərf. Axırıncı hərfindən tapa bilərik. Son hərf N-dır. 1, 2, 3. Bir də təzdən. 1, 2, 3, 4, R. Doğru cavabımız olur E variantı. Həmişə baxın. Bir hərf eynidirsə vaxt aparmayın. Onu yoxlamağa ehtiyac yoxdur. Vaxta qənaət edin.
Y olmuş olur. 44-də nə deyir? Deyir ki, burada deyir ki, əlifbanın hərfləri ardıcıllıqla birdən başlayaraq ikili say sisteminin 4 rəqəmi ilə şifrələnib. Şifrə belədir 4 rəqəmi ilə. Hı. Ayıraq da 4-4 bunları. İkili say sistemi 4 rəqəmlə şifrələnib. 4-4. Bunu da ayırdıq. Bunu da ayırdıq. 2, 4. Bunu da ayırdıq. Bu da 4 dedi. Sonra nə deyir? Deyir ki, şifrələnib və hərflər hansılar? Burada 1, 2, 3, 4, 5, 6 hərfli söz olmalıdır. 1, 6 hərflidir bunlar deyəsən hamısı. Deməli, birinci hərfimiz onluğa çevirsək 8, 4, 2, 1. 12-ci hərf. İndi baxırıq burada 12-ci hərfə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. L ilə başlayır sözümüz. L ilə başlayır. İkinci hərf hamısında H-dır. Bu deyil. Nəyə görə? Burada hərf sayı azdır. Burada baxın 1, 2, 3, 4, 5, 6 hərf olmalıdır. Bu ola bilməz. Burada da desəniz də 2, 4, 5-dir. Bu da ola bilməz. Doğru variantımız elə A variantı olur. Hərf variantından yola çıxıb birinci hərfində 12-ci hərfli olduğunu tapıb rahat tapmaq olar. Redaktor, doktor, müfəttiş. Bu tam görünmür burada ekranda. Bunu təmizləyib biraz ekranı çəkək aşağıya doğru. O 45-ci sual səhvlənməmsə burada sonuncu sualdır, amma 40-cı suallarda qalıb hələ. Aha, 40-dan 45-ə bir baxaq. Biraz daha yuxarı. Uyğunluq sözünü görməsi ilə olar, heç nə olmaz. Deməli, variant düşsün deyə istəyirəm. Deməli, 45-ci sualda nə deyir? Deyir, uyğunluğu müəyyən edin. Biz dedik ki, baxın, doktorun vəzifəsi nədir? Aşkarlayır, ilkin vəziyyətə qaytarır. Doktor oldu 2-yə A. Proqramlar, disklər, sistemlərə yoluxmamış durumu yaddaşda saxlayır və istifadə istədiyi zaman cari vəziyyəti ilə müqayisə edir. Bir-bir indi biz burada baxsaq, müfəttişlər, bu neçə? Bax, bizim bir dənə burada, bir dənə məqamımız var ki, cari vəziyyət sözünü demişdik, harada gördük, biz onu müfəttiş deyəcəyik. Cari vəziyyət, müqayisə. Bu söz elə bir buna 10 dədə cümlə qursa ardıcıl, orada cari vəziyyət sözü varsa, bu müfəttişin vəzifəsidir. 3 olacaq B. Hər hansı məlum virus. Məlum nə oldu? Dedaktor. Bu da C. Virusların deməli, çoxalma, zərər vurma məqsədi. Əməliyyat sisteminə. Bu nə olacaqdı? Filtr, süzgəc, yəni süzgəclər. Elə dəyişir ki, onlar yoluxmuş kimi. Bu da vaksin. Vaksin. Bu da beləcə getdi. Kurukulum sözündəki hər bir hərf əlifbada özündə müəyyən bir mövqedə yerləşir və əvəzlənib belə bir söz yaranır. Bunun əsasən informatika sözü şifrəsini müəyyən edir. Əvvəl baxaq, K-dan N-ni alıbsa, şifrələmə nəyə bərabərdir? K-dan N-ni alıb. 1, 2, 3, 4. Deməli, K-mız 4-dür. K-mız 4-dürsə, i-dən də 4 hərf sonra, digərlərin baxmağa ehtiyac yoxdur, yəni vaxt aparmır. i-dən 4 hərf sonra 1, 2, 3, 4. Demək, L-la başlayacaq. Bizim sözümüz L-la başlayır 40-da. L-la başlayırsa A çıxır, C çıxır, D çıxır. Ya B-dir. Burada baxırıq, yenə birinci hərf, eyni, ikinci, üçüncü. Axırıncı hərfindən biləcəyik. A-dan 4 hərf sonra. 1, 2, 3, 4. Son hərfimiz olmalıdır D. Deməli, bu da deyil, Y variantı doğru variant. Nə qədər vaxtım aldı? Mən hər birini bir-bir incələmədim. Mən K-dan N-ya hansı şifrə üsulu ilə gəldiyin, K-nın nəyə bərabər olduğunu tapdım, 4-ü. Daha sonra i-dən 4 hərf sonranı tapdım. Baxdım, gördüm bu söz L-la başlayır. Ələdim variantları baxdım. Mən bir də son hərflərim fərqlidir. Son hərfdə yola çıxıb doğru cavabını tapmış oldum. Vaxta qənaət. Vaxt çox önəmlidir. Çünki düşünək ki, biz bu sualları yox, təbii ki, bunlardan da çətin olur. Məlum bir vaxt ərzində işləməliyik. Burada bircə saniyə, bunu gərək tək-tək paylaş yazaq. Burada nə deyir? Baxaq.
Deyir ki, proqram yaradıcısı öz hüquqlarını elan etmək üçün deməli, proqram yaradıcısı bircə sən öz hüquqlarını elan etmək üçün proqramın ilk buraxılışında hansı elementlərdən istifadə etməlidir? Buna deyirdik müəlliflik hüququnu təsdiqləyən. Yəni müəllif hüququnu bəlirləyən, təsdiq edən nələri idi? Bax bu C işarəsi müəllif hüququ idi, düzdürmü? Hüquq sahibinin adı idi, bir də proqramın ilk buraxıldığı il idi. Burada da olacaq A variantı, doğru variantımız. Bunu əzbər bilməliyik. Bax C müəlliflik hüququdur. Hüquq sahibinin adıdır, bir də ümumi proqramın buraxılış ilidir ki, bu da müəllif hüququn təsdiqləyər, yəni təsdiq edən faktlardır bir sözlə. Sonuncu sual nümunəmiz bircə saniyə. Sezar üsulu ilə şifrələnib, yorğunluqdan artıq belə deyək, dilimiz söz tutmaz oldu. Demək, informatika sözündə K şifrəni verib bizə 3-dür. Şifrələnib yeni sətrin hər simvolundan sonra ulduz əvəzləməsi aparılmış. Alınan sətirdə yalnız 1-ci, 7-ci, 15-ci, bir də 21-ci mövqedə yerləşən simvolları K2 olmaqla şifrələyib yenidən şifrə tətbiq edildikdən sonra bu simvollar silinmişdir. Nəticədə nə alınmışdır? Baxaq. İnformatika sözündə şifrələnib. Şifrələyəcəyik indi biz bunu. Bircə saniyə. İdən sonra əslində bunu belə böyük hərflərlə bundan yazıb informatika. Getdik. İdən 3 hərf sonra. Baxaq. İdən 3 hərf sonra. 1, 2, 3. Olublu. Yeni sətrin hər simvolundan sonra. Hər simvoldan sonra biri ulduz. N-dan 3 hərf sonra. 1, 2, 3. Q hərfi. Bir dənə ulduz. F-dan 3 hərf sonra. 1, 2, 3. İ. İ-dən 3 hərf sonra. O. O hərfindən. Deməli, O-dan sonra. 1, 2, 3. R. R-dan 3 hərf sonra. 1, 2, 3. U. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. M-dan 1, 2, 3. P. P-dan sonra ulduz. A-dan sonra 1, 2, 3. D. Yenə ulduz. T'dan sonra 1, 2, 3. W. İ'dən sonra. İ'dən sonra İ-lıdır. Bu avtomatik çıxır. Ulduz. K'dan sonra K hərfi 1, 2, 3. N'dır. N'dır. A'nı da bilirdik. A da D'dir. Deməli, daha sonra deyir belə bir şey olur. Daha sonra isə alınmış sətirdə yalnız 1-ci, 7-ci, 1, 2, 3, 4, 5, 6, 7. 15-ci, 8, 9, 10, 11, 12, 13, 14, 15. 16, 17, 18, 19, 20, 20. Bir də bunu. Bir bu mövqedə yerləşən simvollara K2. K2. Yəni şifrələmə K2 ilə aparılıb yenidən şifrə tətbiq edilir. Baxaq. Elə onda olacaq 2 hərf sonra. 1, 2, N. Onda bizim avtomatik çıxır ki, sözümüz N ilə başlayacaq. N, baxırıq. N ilə başlayanlar, bunların hamısı çıxdı. N ilə başlayacaq. Bir N ilə başlayacaq. Sonra da bir simvolları, ulduzları siləcək. Bunu sildim, yazdım Q. İ'ni yazdım, ulduzu sildim. R-nı görək 2 hərf sonra. R. 1, 2, T. Sonra ulduzu sildim, U-nu yazdım, P-nı yazdım, D-nı yazdım, W-dan sonra 2. 1, 2, Y. Y-nı yazdım. Sonra
ulduzu sildim, l-nı yazdım, n-nı yazdım. D-nın əvəzinə də 1, 2, l, 2 hərf sonra bircə saniyə. 1, 2, y, w-dan sonra. Y-nı yazdım, l-nı yazdım. N-dan 2 hərf sonra 1, n değildi bu. K hərfi. Bircə saniyə k-nı 3 hərf sonra nə idi? 1, 2, 3 n idi. N-nı. N olduğu kimi qalıyor. Burada səhv gedib burada. Ha, bu sualda belə olacaq cavab. N olduğu kimi qalacaq. L, N, D da dəyişəcək. 2 hərf sonra F olacaq. Burada F olmuş olacaq. Əslində bura qədər, bax bura qədər doğru gələn bir də bu variantdır B-dir. Amma axırında yenə bunun da səhvliyi var. Doğru variant burada B götürülə bilər. Bura qədər getməzdim heç. Burada artıq fikirləşərdim ki, bu da deyil. Bu da deyil. Bu da səhvdir. Burada V filan var. Buradan yola çıxıb gedə bilərdim, amma bunun da son 2 hərfində N-lə F olmalıdır. Amma bu doğru variant B variantı. Çünki şifrələnən söz sonradan eyni şifrəni açıramsa, orada bir səhvlik ola bilməz. Deməli, 1.2-nin izahları da bu qədər. Növbəti izahlarımız ikinci bölmənin izahı ilə bağlı olacaq. Siz çalışın, videoları izləyin, şərh yazın, dostlarla paylaşın. Bizdə daha çox belə insanlara fayda vermiş olaq. Beləcə faydamız çoxaldıqca biz də daha çox videolar çəkirik, xidmət göstəririk sizə. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti video izahda görüşənədək.